Bugün sizə qadın və kişi beyni arasındakı fərqlərdən danışacağam. Bəli, struktur fərqlər vardır. Amma mən bugün gündəlik həyatdan misal çəkmək istəyirəm. Funksional fərqlər haqqında danışacağam. Qadınlar şifahi bacarıqlarda daha yaxşıdırlar. Beləliklə özlərini gözəl izah edirlər, gözəl cümlələr qurur və daha yaxşı söz yaddaşına malikdirlər. Kişilər naviqasiya bacarıqlarında və D3 düşüncə baxımından daha yaxşıdırlar. Qadınlar empatiyada, digər insanların hisslərini başa düşməkdə, öz ifadələrini oxumaq kimi xüsusiyyətlərdə və emosional fəaliyyətdə daha yaxşıdırlar. Kişilər riskli davranışlara meyillidirlər, qadınlar daha ehtiyatlı davranırlar. Ancaq istedad və zəka cinsdən asılı deyil, fərqlilik nümayiş etdirir. Deməli, kişi və ya qadın ağıllıdır və ya kişilərin və ya qadınların bacarıqlı olduqları ifadəsi yanlışdır. Əgər bir-birimizə bu prizmadan baxsaq, münasibətlərimiz daha yaxşı olacaq.